Öncə salamlayırıq hamını və sənə bəzi suallarım olacaq. İstəyərdim ki, bir gənc olaraq öz fikirlərini deyəsən. Bizim bildiyimiz kimi Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi yaradıldı. O da sizin fevral ayının 15-də sizin atanız Hacı Xaliq Bəşər tərəfindən yaradıldı. Və bizim ikinci konferansımızda səni bizim təşkilatın, yəni Beynəlxalq Elm və Mədəniyyət Təşkilatının, Gənclər Təşkilatının daha doğrusu rəhbəri seçildin. Təşkilatımızın, yəni iştirakçıları tərəfindən rəhbər seçildin orada. Mən bir şey bilmək istəyərdim ki, sən bir gənc olaraq, Gənclər Təşkilatının rəhbəri olaraq bizim gələcəkdə gənclərimizi necə görmək istəyərdin? Yəni onlara tövsiyən nədir? Əvvəla salam. Mən Gənclər Təşkilatının sədri olaraq indiki gənclərimizi elmə, ədəbə və mədəniyyətə dəvət edirəm. Bildiyimiz kimi indiki dövrdə gənclərimizin sosial şəbəkələrə meyli çox artmışdır və mən istəyərdim ki, gənclərimiz sosial şəbəkələrdən elmi istiqamətdə istifadə etsinlər və elmə marağı olan, elmdən inkişaf edən gənclərimizi təşkilatımıza dəvət edirik. Ülvi, biz bilirik ki, Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi fevral ayının 15-də sizin atanız Hacı Xaliq Bəşər tərəfindən yaradıldı ilk olaraq və sonraki dövrlərdə, yəni sonraki aylarda belə bir çətin vəziyyət yarandı Azərbaycanda. Pandemiya virusu yayıldığına görə bizim təşkilat yəni öz işlərini mütəmadi olaraq apara bilmədi. Amma biz ona qədər hardasa bir 6-7 konferans keçirdik və ikinci konferansımızda biz bayaq qeyd elədik ki, səni Gənclər Təşkilatının rəhbəri olaraq seçdilər. Mən bilirəm ki, bu təşkilatı yaratmaq elə də çox asan bir şey deyil. Yəni tez bir zamanda, belə çətin dövrdə, belə bir yəni məsuliyyətli işi görmək hər adamın işi deyil. Bu da sizin atanızın çox güclü bir insan olduğundan xəbər verir. Mən istərdim ki, sən bir gənc olaraq ailədə atana olan münasibətini, ata-anaya olan, valideynlərə olan münasibətini gələcək nəsillərimizə çatdırasan ki, yəni bizim gənclər necə olmalıdır, ata-anaya münasibətləri necə olmalıdır və sizin bir ailə tablonuzu istəyərdim ki, hər kəs bilsin ki, gələcək nəsillər də sizdən bir nümunə örnək götürsünlər. Bu barədə istəyirdim biraz danışasınız. Sonra biz evin ən kiçiyi Mehman oğlumuz da buradadır. Mehman Bəşər də özü öz fikirlərini, sonra irəliləyən dəqiqələrimizdə öz fikirlərini söyləyəcək. Ülvi, bəzən ailəni düşünərkən səni ən çox kədərləndirən nələr olur? Ata adı dağlar qədər vüqarlıdır. Ata bizim sönməz atəşimizdir. Övladın hər dərdini, onun ağrılarının içində çəkən atadır. Düzdür, ana da bir şam kimi özünü gilə-gilə əridib, bizdən ötürü sabahlara qədər oyaq qalıb, hər dərdimizi çəksə də, bəzən yaşımızdan asılı olmayaraq, xəstələnəndə belə anamızdan savayı atamız da bizə qayğı göstərir. Ülvi, bəzən ailəni düşünəndə oturub insan xəyallara dalır, ailəsi haqqında, gələcək haqqında düşünür. Səni ən çox kədərləndirən nə olur? Bilirsiniz, dağların başına qar düşən kimi ata-analarımızın da qara saçlarına dən düşür və mən bundan ötürü kədərlənirəm. Mən nə atamın, nə anamın qocalmasını istəməzdim. Onların hər zaman gənc və cümrə görmək ən böyük mənim arzumdur və mən bir şey etiraf etmək istəyərdim ki, mənim valideynlərim başqa valideynlərdən tamam fərqlidir. Atam nümunəvi atadır, çox qayğıkeş, düzgünlüyə önəm verən, qürurlu, sözü bütöv, ümumiyyətlə kişiyə xas olan hər bir müsbət tərəflərin hər bir atamda cəmləşmişdir. Mən atamın gözlərində heç bir zaman qəm görmək istəmirəm. Onun keçmişi ilə özümü müqayisə edəndə isə çox məyus oluram. Görürəm ki, mənim indiki həyatımla atamın gənclik həyatında yaşadıkları arasında yerlə göy qədər fərq var. Əgər əlimdə şans olsaydı, həqiqətən tək bir istəyim var idi ki, atama cavanlıq illərin geriyə qaytarardım və ona çox gözəl bir həyat bəxş edərdim. Ülvinin fikirlərini biz öyrəndik. Yəni valideynə olan məhəbbəti, valideynə olan sevgisini
az da olsa biraz öyrəndik. Yəqin ki, bizim birazdan danışıqlarımızda yenə ona davam edəcəyik. İstəyərdim ki, evin kiçiyi olaraq Mehman sən də öz ata-ana sevgini bizlərə çatdırasan. Yəni səni bir gənc olaraq, evin kiçiyi olaraq sən necə istərdin ki, gələcəkdə bizim gənclərimiz necə olsunlar, ata-anaya necə qayğı göstərsinlər? Sən öz fikirlərini istəyərdik sənin. Əvvəla salam, mənə söz verdiyinizə görə sizə çox təşəkkür edirəm. Mənim də bayaq qardaşımın dediyi kimi, mən də heç vaxt istəməzdim ki, anam və atam qocalsın. Mənim anam tək bizə sevgi və qayğı göstərmir, bütün yaxınlarımıza sevgi və qayğısını göstərir. Hətta deyərdim ki, anam bəzi qadınlardan fərqlidir və onun atama qarşı sevgisi, qayğısı, hörməti bir kişi, bir oğul kimi məni çox qürurlandırır. Ülvi, bayaq qeyd elədin ki, mənim gəncliyimlə atamın gənclik dövründə yerdən göyə qədər fərq var. Sən o fərqi nədə görürsən? Mən o fərqi, mənim atam hər dəfə öz gəncliyindən söhbət açanda, öz tarixini anladanda kövrəlirəm. Onu daha çox sevirik, ona daha çox bağlanırıq və özümü onun yerinə təsəvvür edəndə çox pis oluram. Əgər atam olmasaydı mənim də, mən də o əziyyətləri, çətinlikləri çəkərdim. Elə vaxt olub ki, o öz gənclik dövrlərindən söhbət açanda mən istəmişəm ki, atam bağrıma basım, onu qucaqlayım, öpüm. Nə yaxşı ki, varsan ata demək istəmişəm, amma tutulmuşam. Xaliq müəllim ata kimi öz vəzifəsini artıqlaması ilə yerinə yetirib. Mən bu yaşıma qədər heç bir çətinlik görməmişəm, çətinlik nədir bilməmişəm. Hər zaman atam diqqətli olub bizə qarşı, ümumiyyətlə hər birimizə qarşı atam diqqətlidir, bütün ailə üzvlərimizə qarşı. Elə gün olmayıb ki, bizim evdə nəsə əsli olsun, çatmasın. Mən atamla fəxr edirəm, yaxşı bizim atamızdır. Yaxşı olur. Düzü, çox qürurlandım sənin bu söhbətlərinə. Yəni bir gənc olaraq 20 yaşındakı bir gənc əgər bu şeyləri düşünürsə, biz sizin kimi gənclərimizlə fəxr eləməliyik. Sizlər bizim gələcəyimizsiniz, gələcəyin qurucuları, gələcəyin ailə başçılarısınız. Və Mehman, sənin düşüncələrin nədir bu barədə? Sən də öz fikirlərini bir deyə bilərsənmi? Mən də Ülvinin qardaşımın dediyinə qatılıram. Dediyi kimi, yəni belə ata çox bəzi insanlara rast gəlir. Onlardan bir şanslı insan da bizik ki, Allah bizə belə bir ata qismət edib. Çox sağ olsun. Mən Allaha dua edirəm ki, həmişə yanımızda olsun. Atanız, ananız hər zaman sizinlə olsun və heç bir zaman qocalmasınlar. Həmişə cavan görmək istəyirsiniz. Təbii ki, bu bütün övladların arzusudur. Eləcə də sizin arzunuzdur. Allahdan biz də arzu eləyərik ki, Hacı Xaliq Bəşər ailəsi ümumiyyətlə hər zaman var olsun, bizlər də onlarla fəxr eləyək. Mehman, elə olub ki, atan evdə olmayanda darıxasan atan üçün və ürəyindən keçək ki, atama zəng vurum, bir gəlsin, atamın boynuna sarılım, onu doyunca bir qoxuyum. Belə bir hisslər keçirmisən heç bir övladı olaraq? Evin kiçik övladısan, yəni bəzən atanın işi çox olur, gərgin olur, işi ilə əlaqədar evə çox gec gəlir. Yəni sən də bir evin çox kiçiyi olaraq daha çox darıxmağa başlayırsan ki, atam kaş ki evdə olsaydı, kaş ki gəlsəydi və mən atamı daha çox görərdim. Bu şeylər sənin ürəyindən yəqin ki keçir. Mən də həmişə istəyərdim ki, atam evə tez və yorğun olmadan gəlsin. Amma atamın işləri çox olduğundan və tək olduğundan atam evə yorğun gəlir. Amma o evə yorğun gəlsə də bizə sevgisini və qayğısını üstümüzdən əksik eləmir. Biz yatılı vəziyyətdə olsaq belə atam bizi gəlib qucaqlayır və üzümüzdən öpür. Mən ona buradan çox təşəkkürlər eləyirəm ki, Allah bizə belə ata qismət edir. Ülvi, hər bir ata kimi sənin də atanın öz arzuları var. Yəni sən bir övlad kimi onun bu arzularını necə yerinə yetirərdin? Nələr edərdin ki, atan çox səninlə daha çox qürurlansın, daha çox fəxr eləsin? Nələri düşünürsən bu barədə?
İndi mən tələbəyəm, düzdür, ancaq dərslərimi oxumaqla məşğulam. Amma atamın mənim yaşımda çəkdiyi əziyyətləri mən çəkmirəm. Atam yataqxanada olub, orada oxuyub, şəraitsizlikdən atamın sağlamlığında bəzən problemlər yaranıb. Mən isə şəraitli evdə isti, rahat yatağımda yatır, isti yeməyimi yeyir. Ana-ata sevgisi ilə bəslənirəm. Qardaşımla gözəl zaman keçirdirəm, dincəlirəm. Heç bir maddi sıxıntım yoxdur. Amma atam isə maddi sıxıntılarla boya başa gəlmiş, universiteti bitirmiş, əla qiymətlərlə. Bundan savayı öz bacı qardaşlarını oxutmuş, atasına, anasına əziyyət verməmiş, onlara da kömək etmişdir. Bu, o dövr üçün, həmin çətin zamanda, çətin bir dövrdə hər bir kişinin görəcəyi bir iş deyildi. Mən fəxr edirəm ki, mənim belə bir atam var. Uca Allah onu bizə çox görməsin. Ülvi, Mehman, sizin hər ikinizin bayaqdan bütün danışıqlarınıza qulaq asıram və bir gənc olaraq ikinizin də çox gözəl bir tərbiyə, mədəniyyətə malik olduğunuzu görürəm və bir şey də bilmək istəyirəm ki, bax, indiki zamanda gənclərimiz var ki, çox ümumiyyətlə valideynlərinə qarşı çox kobuddular. Onları qocalar evinə atırlar, küçəyə atırlar. Yəni belə şeylərə siz bir gənc olaraq, bir övlad olaraq necə baxırsınız? Bilirsiniz, atanın böyük qəlbini, onun incə saf duyğularını hiss edən hər bir övlad tərəddüd etmədən deməlidir ki, ata mərdlik, xoşbəxtlik simvoludur. Biz atalarımızın müqəddəs hüququnu nəinki ailədə, onların yanında, hətta başqa yerlərdə də müdafiə etməliyik. Amma çox təəssüf ki, indiki zamanda ata-anasını heçə sayan, yəni kimlərinsə sözünə qulaq asaraq onları bəzən qocalar evinə aparan, onları tərk edən övladlar da var. Amma övladlarının belə olmasına baxmayaraq, həmin ata-analar onlara gələcək həyatında uğurlar arzulayırlar. Ata həmişə müqəddəsdir. Yəni, onun bizə qarşı daim bitib tükənməyən qayğıları vardır. Tez-tez bizə zillənən baxışlar qarşısında, atamızın, anamızın qarşısında biz baş əyməməliyik. Bu bizim borcumuzdur. Sonda Allahdan nə arzu eləyərdin? Yəni bütün gənclərimizə, atalarımıza, analarımıza nələri arzu eləyərdin? Allahdan bütün övladlara, bütün gənclərin ata-analarına uzun ömür, can sağlığı arzulayıram. Allah heç kimin vaxtından tez atasını, anasını əlindən almasın. Onlara valideynsiz qoymasın. Amin deyək biz də. Mehman, sən də bir-iki kəlmə istəyirəm, bir əlavələrin olsa, buyur. Atam bizə bu günə qədər kişilik məktəbin, elmi, hər kəs sevməyə öyrədib. Yəni, bu günə qədər dövləti, vətənpərvərliyi öyrədib bizə. Allah atamızı bizim başımızdan əks eləməsin. Ata, nə yaxşı ki varsan, nə yaxşı ki bizim atamızsan. Allah həmişə sənə uzun ömür, can sağlığı versin. Hər zaman bizimlə ol, bizim əllərimizdən möhkəm tut. Buraxma, biz səninlə birlikdə güclüyük. Ülvi, Mehman, bugünkü söhbətlərimdən çox razı qaldım sizdən. Gənc olaraq, bir valideyn olaraq, bir ana olaraq sizinlə doğrudan da mən də fəxr elədim. Sizi öz övladlarım kimi qəbul etmişdim elə ilk gündən, amma bugün sizi daha çox yaxından tanıdım və çox fəxr elədim ki, Hacı Xaliq Bəşərin adını daşıyan, onun həyat yolunu davam etdirəcək belə bir övladları var. Biz də Hacı Xaliq Bəşərə öz növbəmizdə Allahdan can sağlıq arzu eləyirik. Arzum budur ki, gələcəkdə bütün gənc nəsillər sizin ailədən, sizin ailə tablosundan gözəl örnəklər götürsünlər, siz gənclərdən örnək götürsünlər və bütün gənclərimizi sizin kimi görmək istəyərdim. Böyüyə hörmət, kiçiyə hörmət, ağsaqqala hörmət, vətənini sevən, necə deyim, xalqını sevən bir övlad kimi görmək istəyərdim. İnşallah ki, Allah Teala sizin atanızı hər zaman sizinlə bərabər edir, eləcə də valideynlərinizi hər zaman sizinlə bərabər edər və siz heç bir zaman atanız sizin əllərinizi buraxmaz. Allahdan yenə də ona can sağlığı arzulayırıq. Eləcə də ananıza. Ananızı da çox sevirik. Çox nümunəvi bir insandır, nümunəvi bir anadır. Biz də onu da gözəl tanıyırıq. Hər ikisinə də Allah Teala'dan arzum budur ki, heç bir zaman ayrılmasınlar. Hər zaman bir yerdə olun, bir yerdə qalın. Təşəkkür edirəm sizə.